Desələr ki, bir nukleotid minimum biri var neçə növ nukleotidlə birləşə. Bir də var neçə nukleotidlə birləşə. Bunlar ayrı-ayrı suallardır. Bir var neçə növ nukleotidlə. Bir də var neçə nukleotidlə birləşə. İndi fikir verin. Tutaq ki, bax, bu təzədən çəkim. Neçə növ desə. Bax, adenin lap zəncirin ortasında gəlib, hə? Zəncirin ortasında gəlib. Bunun qarşısında həmişə timin olmaq məcburiyyətindədir da, düzdür? Timin olmaq məcburiyyətindədir. Bəlkə DNT-də elə adenin, 10 dənə adenin gəlib, sonra guanin sitozinin ardıcıllığı gedibdir. Deməli, bu yuxarıdan da adenindən, aşağıdan da adenindən minimum neçə növ nukleotidlə birləşibdir da, növ olaraq. Bir növ. Timinlə. Yuxarıdan, aşağıdan adeninlə birləşibdir. Bir növlə birləşibdir. Bəs maksimum neçə növlə birləşə bilər? Növlə. Bura qoyaq guanini, burada qoyaq sitozini. Zaten qabağında timin olmaq məcburiyyətindədir. Maksimum 3 növlə birləşəcək. 1, 2, 3. Aydındır? Maksimum 3 növlə birləşəcək. Amma neçə minimum və maksimum neçə rabitə ilə birləşəcək? Əslində bunu dedim bayaq. Məsələn, adenin zəncirin əvvəlində gələrsə, neçə nukleotidlə birləşəcək? Neçə nukleotidlə? Bir özündən qabaqçı, bir də özündən aşağıçı. 2 nukleotidlə birləşəcək. Düzdür? Hə, düzdür. Guanin məsələn zəncirin ortasına gələndə 1, 2, 3 nukleotidlə. Növ demirəm, amma say deyirəm. Tutaq ki, timin zəncirin ortasında gəldi 1, 2, 3. Düzdür? Say eti. Ortada gələnlər 3 dənə nukleotidlə, zəncirin başında, ayağında gələnlər 2 nukleotidlə birləşmə əmələ gətirəcək. Say etibarilə. Aydındır? Bu tərəflə, bu tərəflə. Bu tərəflə, bu tərəflə. Aydındır? Ortada gələndə 1, 2, 3 dənə ilə birləşəcək.